Hoş gördük değerli kanal izləyiciləri, hər birinizi salamlayıram. Bugün alqoritmlər bölməsindəki yazı tələb olunan sualları yekunlaşdıracağıq. Amma izahlara keçmədən öncə YouTube kanalımızda yerləşdirilən videolarla bağlı nəzərinizə bir daha çatdırmaq istəyirəm ki, alqoritmlər bölməsinə, proqramlaşdırmaya aid xüsusilə də daha çox videolarımız YouTube kanalımızda var. Onları zamanla ara sıra incələməyiniz sizin üçün faydalı ola bilər və eyni zamanda izlədikcə əgər sizin üçün xoş oldusa, əgər sizin üçün öyrədici oldusa, fikrinizi, rəyinizi yazmağı sizdən rica edirəm. İndi isə biz artıq başlaya bilərik həmin qalan suallarımıza. Və proqramımız da burada aktivdir. Deməli, 152-ci sualı izah eləmişdik, səhv eləmirəmsə, bəli, 153-cü sualdan başlayacağıq. Mağaza en sayda məhsulun qiymətlərinə endirim kampaniyasına başladı. Endirimli qiymətlər aşağıdakı cədvələ uyğun hesablanır. Hər bir məhsulun daxil edilmiş qiyməti üçün endirimli qiymətləri hesablayan alqoritmin blok sxemini qurun və şərt verilib ki, əgər qiymət 100-dən kiçik olduqda biz qiyməti daxil edəcəyik. Buna bir x qoya bilərik. Burada seçək. Seçdik və rəngini də gəlin tənzimləyək. Əgər x 100-dən kiçik olacaqsa 5% endirim. 5% endirim nə deməkdir? Əslində bunu belə yaza bilərsiniz. Bir növ x-dan çıxacağıq. Həmin bu x-i 5-ə vurub 100-ə bölməklə. Burada bərabər olacaq. X-dan çıxacaqsınız 100-ə 5. 100-ə 5 x olacaq yəqin ki bildiniz. Və yaxud da ki bu şəkildə də fikirləşə bilərsiniz. Həmin bu qiyməti elə onsuz da 5% endirimdirsə, bu yerdə qalan halı nəzərdə tutmalısınız da, yəni 0,95-ə vurmaqla x vuraq 0,95. Elə eyni nəticəyə gəlmiş olursunuz. Yəni bu da 0,95 edəcək, həmçinin bu da. Bu şəkildə yazacağıq. Sadəcə şərti verəcəyik və burada başlayaq yazmağa. Bizə bu lazımdır və x-ə daxil edəcəyik. X də burada. If verəcəyik. İlk öncə əgər 100-dən kiçikdirsə, x kiçikdirsə 100-dən 5% endirim olacaq və true hissəsində yazacağıq. Gəlin burada yazaq. Deyək ki, x-sə bunu y-lə yaza bilər. Y bərabərdir. X vuraq 0,95. Bu şəkildə yaza bilərik. Ya da dediyim kimi burada olduğu qaydada yaza bilərsiniz. Bu seçim sizə qalmışdır. Əks halda deyə bilmərik, birbaşa qiyməti deyə bilmərik. Ona görə bir dənə də şərt blokundan istifadə edəcəyik. Əgər x bu aralıqdadırsa, ondansa mən belə bir şey yaza bilərəm. Bunu yaza bilərəm. Əgər həmin bu qiymət böyükdürsə 200-dən, true hissəsində 15% yazacağıq və burada gəlirəm yazıram. Y bərabərdir. Y vuraq. Necə ki 5 çıxdıq 0,95 yazdıq. 15 çıxanda 0,85 vuracağıq. 0,85. Bunu bu şəkildə yazırıq. Və eyni qayda ilə əks halda var. Artıq yerdə qalan hal 100-dən kiçik deyilsə, 200-dən də böyük deyilsə, deməli 100-200 aralığında bir qiymət ala bilər. O zaman əks halda onu yaza bilərik. Artıq burada da yazıram ki, y bərabərdir. Y vuraq 0,90. Bunu da bu şəkildə yazdıq və yekunda nə edirik? Y-i çapa verə bilərik artıq. Output və gəlirik burada y-i yoxladıq. Deməli, istifadə etdiyimiz dəyişənləri də bura qeyd etdik. X, y-i daxil etdik. Yoxlaya bilərikmi? Yoxlaya bilərik. Əgər mən x-ə 100 daxil etsəm, niyə belə oldu? Çünki y bərabərdir. Burada x vuraq 0,90 yazmalıydıq. Burada da həmçinin x vuraq 0,85. İndi yazırıq artıq 100 daxil edik. 90 verdi. Baxaq görə 100 hansı aralığa aiddir? Bu aralığa aiddir. Bu aralığa aid olduğuna görə və gördüyünüz kimi nəticəni də bu şəkildə bizə göstərmiş oldu. Deməli, bu sualın cavabı belə idi. Burada qeyd elədik. Keçə bilərik növbəti suala. Deməli, bunu save edək. 153. 154-cü sualda bu şəkildədir. Daxil edilmiş A və B natural ədədlərindən A ədədinin B-nin faktorialı olub olmadığını yoxlayacağıq. Yəni bu o deməkdir ki, mən A ədədi daxil edəcəm. Məsələn, daxil edəcəm 120.
B'ni də daxil edəcəm 5. Bura A yazıram, burada B yazıram. Yəni B'nin faktorialını tapacağım. Buradan çıxır ki, buna bərabər olub olmadığını yoxlayacağım. Bərabərdirsə, bəli, əks halda xeyir çap olunsun deyir. Və yaxud da ki, 120 daxil etmişəm. Bura 8 daxil edəcəm. Yenə də 8 faktorialı tapacağım. Bu buna bərabər olmadığına görə xeyir verəcək. Və o zaman biz 2 dənə input verməyimiz lazımdır. Burada gəlib yazırıq. Deməli, burada A-nı yazırıq və eyni zamanda burada da B-ni yazırıq. Mən B faktorial tapacağımıza görə while-la yaza bilərik. For-la da yazaq, while-la yazağın istəyirsiniz. I bərabərdir 1 yazıram. Və eyni zamanda burada da gəlirəm, nə yazıram? H bərabərdir 1. Bunu da burada qeyd edirəm. H bərabərdir 1. Burada yazdım. Və faktorialın tapılmağını bilirik. I kiçik bərabərdir B. Çünki B faktorialı tapmamız lazımdır. Və H da nəyə bərabərdir? H bərabərdir. H-ı vururuq I-yə. Yəni biz artıq faktorialı tapırıq. Və eyni zamanda i-ni də burada artırırıq ki, axıra qədər bu şəkildə getsin. I bərabərdir I üstə ilə 1. Biz bununla faktorial tapırıq. Yəni B faktorialını tapırıq. İstəyirsiniz yoxlayaq bir nümunə özümüz üçün. Baxaq görək ki, həqiqətən də onu tapdıqmı? H-ı daxil edirik. İndi buradakıları silməyəcəm, amma dəyişənləri daxil edək. IH istifadə elədik. Və burada yoxlaya bilər. Deməli, ikinci daxil etdiyimiz ədədin faktorialını yoxlayırıq ki, düz tapdıq, yoxsa yox. Birinci bu bizim 120-mizdir, deyək. Burada da 5 yazıram. Bəli, 120-ni çıxartdı burada gördüyünüz kimi. Ya da 180 yazıram, yenə də 5 yazıram. 5 faktorialı tapır, işləyir yəni. İndi biz faktorialı tapdıqsa, burada artıq yoxlaya bilərik. Bunu artıq hesablamağa ehtiyac yoxdur. Və if verəcəyik. Əgər deyəcəm ki, həmin bu H bərabərdirsə A-ya, deməli yes çıxarsın. Burada gəlirik, outputda yes deyirik. Yəni bəli deyirik. Digər halda isə xeyir deyəcək. False hissəsində isə xeyir. Bunu yazdıq. Yəni bir daha yoxlayaq istəyirsiniz. Mən 120 yazıram, 6 yazıram. Xeyir çıxartdı, düz işlədi. 720 və 6 yazıram. Bəli çıxartdı. Bu da işlədi. Gördüyünüz kimi burada 154-cü sualın cavabı idi bu. 155-ci sualda nə deyir? Daxil edilmiş n sayda sıfırdan fərqli tam ədədlərdən müxtəlif işarəli olanların sayı eyni olarsa 1, əks halda 0 çap edəsin yəni. N sayda sıfırdan fərqli tam ədədlərdən. Deməli, burada yoxlayırıq, declare deyirik və ilk olaraq ədəd daxil edəcəyik. Bundan öncəki videoda da bu tipdə n sayda məsələsinə aydınlıq gətirmişdik. Ona görə burada çox durmağa ehtiyac yoxdur. Yəni bu məntiqi oradan bilirsiniz. Yeni baxanlar isə öncəki videolara baxa bilərsiniz. Ən azı bu bölmənin əvvəlki suallarını izah eləmişik. I bərabərdir 1-dən n-ə qədər və hər dəfə mən ədəd daxil edəcəm. Buna da deyirik nə? A ədədi. İndi bizə lazımdır ki, sıfırdan fərqli tam ədədlərdə müxtəlif işarəli, müsbət və mənfi olanlar, yəni müsbətləri və mənfilərin sayını tapacağıq. Əgər eynidirsə, yes çıxacaq. O zaman belə bir şey deyəcəyik. Bir dənə if verəcəyik burada. Həmin bu A ədədi böyükdürmü sıfırdan? Yəni müsbətdirsə. Müsbətdirsə, müsbətin sayı artsın. Və burada yazıram. Müsbət say bərabərdir. Müsbət say plus 1. Bunu artırdıq. Əks halda 0 da olacağını nəzərə alaraq bir dənə if verək. İstəyirsiniz birbaşa verməyək. Burada A sıfırdan kiçikdirsə, deməli bu zaman nə edəcəyik? Mənfiləri sayacağıq. Bərabərdir say plus 1. Təbii ki, nəyin üzərinə gələk? Müsbət sayı. Müsbət sayı neçədir? Onu da, daha doğrusu mənfi sayı və eyni zamanda müsbət sayının özü burada qeyd eləməyimiz lazımdır. Burada gəlirəm. İlk başda 0-dır. Yəni ki, bunu da bilirik. Və eyni zamanda bu da 0-dır. Mənfi minus say bərabərdir 0. Burada yazdıq.
İndi sıfırdan böyükdürsə, yəni müsbətdirsə bu, mənfidirsə bu, ola bilsin ki, sıfır daxil edək. O zaman da o heç bir şey təsir edəməyəcək. For-la yazdığımıza görə i özü artır deyə burada i-ni artırmırıq və yekunda gəlib yoxlayacağıq ki, if həmin bu müsbət say əgər bərabərdirsə minus saya və o zaman yenə də nə çıxsın? Bəli. Burada yazırıq outputda. Bəli. Çox getdi. Input ehtiyac yoxdur. Bəli, bunu yazdıq. Əks halda isə xeyr yazırıq burada. Bizə nələr lazım oldu? Onları isə burada qeyd edirik. N gəlirəm. I yazdıq. Başqa bir də A yazdıq. Səhv eləmirəmsə, başqa nəsə qalmadı. N-i də burada yazmışıq. Bəli. Deməli, 5 dənə ədəd daxil edəcəm. -9, -6, 32, 15, 48. Gördüyümüz kimi 2 dənəsi mənfidir, 3 dənəsi müsbətdir. Xeyr verdi. Və eyni zamanda 6 ədəd daxil edirəm. 32, 65, 98, gəlirəm -14, -78, -9. Bu zamanda bəli verdi. Bu hesablamanı da burada gördünüz. 155-ci sualın həlli idi. 156-cı sualda. 156-cı sual baxırıq ki, nə qədər bu proses gedir. Yəni bu tip məsələləri burada yaxşı oxumaq lazımdır ki, necə gedir proses. Görürük ki, burada ən azı ikincidən etibarən daha yaxşı görə bilərsiniz. Bunun üzərinə 1 gəlir, sonra x-a vurur. Sonra üzərinə 2 gəlir, yenə x-a vurur. Üzərinə 3 gəlir, yenə x-a vurur. Deməli, burada ilk başda nədir? Bunu bilirsiniz. Yəni s bərabərdir. O zaman s vura x yazarıq. S vura x yazdıqdan sonra da nə edərik burada? S bərabərdir. S plus i deyərik, həmin bu i-ni və i-ni də növbəti dəfə artırarıq ki, gələn dəfə 2 olsun, 3 olsun və proses bu şəkildə keçsin. Və sözsüz ki, s-in başlanğıcını 1, i-nin də başlanğıcını 1 götürək başlanğıcı olaraq. Bu şəkildə i nə qədər ki, n-dən kiçik bərabərdir, bu proses gedəcək. Yenə də burada yazırıq. Bizə lazımdır ki, n-i daxil edirik. Daxil edirik burada n-i və gəlirik eyni zamanda başlanğıc olaraq. Burada qeyd edədik ki, i bərabərdir 1-dir və s bərabərdir. S bərabərdir, o da 1-dir. While-in şərti nə idi? Burada yazırıq. Nə qədər ki, s kiçikdir, s deyirəm, i kiçikdir, bərabərdir n-dən. Belə olduğu halda nə edək? S-i vururuq x-a. S bərabərdir, s vuraq x. Bir şey unutduq burada. Biz x-i də daxil etməliyik axı. Input x-i də gəlirik, burada yazırıq. S-x-a vurduq. Sonra burada qeyd edədiyimiz kimi s-in üzərinə i gəlirik. S bərabərdir, s üstəgə də i və nəhayət i-ni də bir vahid artırmalıyıq. I bərabərdir, i plus 1. Buna bu şəkildə yazdıq və bu proses gedəcək. Ən nəhayət həmin bu s-i çapa verərik. Deməli, n, x, i, s. Başqa nəsə qaldı mı? Qalmadı. Bunu yazdıq burada və artıq yoxlaya bilərik. N-i 3, x2 daxil etdiyimiz anda 19 çıxır. Bura baxdığımız anda deməli n-i 3 daxillədik. Bura qədər gələcək. X2 daxillədik. Bu eləyəcək 3, 2-yə vurduq 6. 6-nın üzərinə 2 gəldi 8. 8-i 2-yə vurduq 16. 16-nın üstə 3, 16, 19 alırıq burada. 156-cı sualın həlli idi. 156 getdik. 157-ci sual. Burada da görürük ki, bir faktorialın tapılması var və biri də bölür faktorialı və hamısı da müsbətdir, işimiz rahatdır. Bunda bir faktorial yaza bilərik deyən. Deməli, hər dəfə biri böləcəyik faktoriala yəni. Bir faktoriala, sonra biri böləcəyik 2 faktoriala. Yəni faktorialı birinci tapacağıq, sonra biri böləcəyik ona. Yeni bir səhifə açdıq. Gəlirik burada yenə də daxil edirik. Bizə lazımdır n. N-ə qədər bu proses gedəcək. Və faktorialı yazmaq üçün başlanğıc qiymət olaraq h bərabərdir 1 və i də bərabərdir 1. Bundan biz faktorial tapacağıq və bir cəm olduğuna görə həmin bu cəmin də başlanğıc qiymətini 0 götürürük. While-dan istifadə ediriksə yazırıq burada nə qədər ki i
kiçikdir, bərabərdir n. Belə olanda faktorialı tapsın. İlk olaraq nə yazırıq? H bərabərdir. H vuraq i. H-ı burada i-yə və H-ı i-yə vurandan sonra yazırıq ki, burada S bərabərdir. S bərabərdir. S üstə gələk 1 bölək H. Birinci faktorialı tapırıq. Artı faktorialın bir qiyməti var. 1-i böldük H-a. Gələn dəfə i artacaq. I artdığına görə H dəyişəcək və yenə də 1-i böləcək həmin faktorialı. Bu sualda bu şəkildə. S-i çapa verəcəyik. Nəticəni də ekranda görəcəyik. S. Deməli, burada da yazdıq. N, H, I və bir də nəsə yazdıq. N, H, I, S. Cəmi yazmışdıq. Bu şəkildə. Burada bir xətt bölmə işarəsini istifadə edəmişik. Amma int tipi seçdiyimizə görə tam çıxacaq nəticə buradan real seçə bilərsiniz. Amma qeyd edirəm ki, bir daha bu kağız üzərində onsuz da bu tipləri qeyd eləmədiyimizə görə sadəcə burada 2 bölmə qoyub, daha doğrusu tək bölmə qoysaz işiniz alınmış olacaq. Bu proqram işləməsi üçün buna məcburuq belə yazmağa. Deməli, bu sualda budur. Faktorialı tapdıq, 1-i böldük həmin faktorialı. Yəni, getdik, Ctrl S deyirəm, 157-ci sual idi bu. 158-ci sual. İxtiyari 100 natural ədəd ardıcıllıqla daxil edilir. Bu ədədlərdən ən böyüyünü müəyyən edərək çıxışa verən alqoritmin blok sxemini qurun. 100 dənə natural ədəd daxil edəcəyik ardıcıllıqla. Bu o demək deyil, ha. Bəzən belə fikirləşirlər uşaqlar. 90-dan başlamışıqsa 91, 92, 93 belə gedəcək. Yox, fərqli-fərqli. Yəni ardıcıllıqla o deməkdir ki, daxil edirik 100, 90, 65, 120, 130, 18. Bu ədədlərdən ən böyüyünü tapmalıyıq. 100 natural ədəd ardıcılıqla daxil edilir. Biz ilk olaraq 5 dənə ədədi fikirləşərik, sonra 100-ə dəyişərik. Yəni çünki 100 dənə ədədi yazıb test eləmək baxımından deyirəm yəni. Yoldaşlar, deməli, biz baxmalıyıq, ən böyüyü tapa biləcəyik. Natural ədəd deyir deyə bir qədər işimiz böyükdür. Mənim ilk başda deyirəm ki, mənə görə ən böyük ədəd 0-dır. Yəni, buna bir max verəcəm, max. Bu olacaq 0. Gələn dəfə mən natural ədəd daxil edəcəm axı. 18 daxil edəcəmsə, deyəcəm ki, 18 həmin bu maxdan böyükdürsə, o zaman max dəyişsin olsun 18. Gələn dəfə 26 daxil edəcəmsə, 26 bundan böyükdürsə, max dəyişsin olsun 26. 10 daxil edəcəm, 10 maxdan böyük olmayacağına görə max dəyişməyəcək. Yəni, bunun üzərində quraq ilk başda belə gedək. İlk olaraq nə edirik? Yeni səhifə açırıq. Və gəldik burada, bunu yazdıq və bizə də lazımdır ki, artıq 100 natural konkretlik var burada. Ona görə xüsusi bir ədəd daxil eləməyə ehtiyac yoxdur. Və yenə də belə bir iş görürük. Hətta bunu yenə də while-dan yazaq istəyirsiniz. Başlanğıc qiyməti i bərabərdir 1 götürsək və burada veririk ki, i kiçik bərabərdir 5. Hələ ki 5 dənə ədədi yoxlayacağıq. Nə qədər ki i 5-dən, yəni 1 5-dən kiçikdir, o zaman mən bir dənə ədəd daxil edəcəm. Bu say 5 dənəni bildirdi, 5 dənə də daxil edəcəm. Bu isə həmin ədədlərin özünü bildirəcək. Və burada dediyimiz kimi if-i yoxlayacaq ki, həmin əgər bu a böyükdürsə maxdan, deyəcəksiniz maxsanı, bəli, burada mən maxı yazmadım. Maxın başlanğıc qiymətini 0 götürüyorum. Yəni hələ ki, əlində heç bir şey yoxdur, heç imkanım yoxdur. Maxı 0 götürmüşəm yəni. Və burada a maxdan böyükdürsə, həmin daxil etdiyim ədəd maxın, o zaman maxın qiyməti dəyişsin. Max olsun A. Burada nümunələr yazdığımız məntiqlə max A. Əks halda nə olsun? Əks halda dəyişməsin. Niyə dəyişsin ki, yəni? İ'ni burada artırıram. Niyə artırdım? Yəqin ki, bilirsiniz ki, i'ni artırmasam dövr bitməyəcək və eyni zamanda 5 dənə də mən daxil etməyimi yekunlaşdırmalıyam, yəni. Max A və burada da artıq mən çapa nəyə verəcəm? Max'ı. Max'ı bu şəkildə yazıram. Max. Deməli, bizim istifadə etdiyimiz max oldu, i oldu və gəlirik buradan a-nı yazdıq. 5 dənə nümunə olaraq yoxlayaq. Biz təyin elədik. 5 dənə də daxil edəcəm. 25, 96, 12, 65 və 78. Gördüyünüz kimi 96-nı çıxartdı.
Həmin bu 5 natural ədədlər içərisindən bunu bizə göstərmiş oldu. İndi kiçik bərabərdir 5 yox. O zaman dəyişib sadəcə 100 yazsaq, biləcəyik ki, məsələ işləyir. Bu bir variantdır və sadəcə natural ədədlər. İndi ola bilər ki, mən ancaq mənfi ədədləri yoxlasam, mənfi ədədlər içərisində ən böyüyün və yaxud da ki, ən kiçiyin tapılmasında o zaman başlanğıc qiyməti nə edə bilərəm? Bu sualı elə burada sizə ünvanlayıram. Özünüz yaza bilərsiniz. Hətta rəy hissəsində də yazdığınız kodu göndərə bilərsiniz. Bir qədər düşünün. Hətta bu videonu saxlayıb, düşünüb, məsələni də yaza bilərsiniz ki, mənfi ədədlər içərisində ən kiçiyinin və yaxud da ki, ən böyüyün tapılması. Mən isə burada keçirəm növbəti suala. Bu 158-ci sual idi. 159-cu sual. 159-cu sualda yenə də nə var? Burada görürük ki, yenə də oxuyuruq bunu. X üssü 1 bölə 1 faktorialdır. Yəni onsa bu 1 edir. Bu da x elədiyinə görə bu şəkildə gedir. Aşağı tək-tək artır və faktorialını tapır və qüvvətlər də yenə də bir-bir artır bu şəkildə gedir. Hara qədər? N-ə qədər gedir. Yenə də mən faktorialı tapacağam və bunu da burada yoxlayaq. Bizə lazımdır n və x-i daxil eləmək. Bunu yazıram, bunu yazıram. Gəldim burada. N-i daxil elədim və x-i daxil elədim. X-i burada yazdım. Başlanğıc qiymət faktorial olaraq yazırıq nədir? H bərabərdir 1-dir. Və burada bir cəm görürsünüz. Bunu da P ilə yazıbsa biz də P yazaq. P bərabərdir yazmadıq 0. Və istəyirsiniz bunu bir dəfə for ilə yazaq. For i bərabər 1-dən n-ə qədər. Bunu yazdıq. Yəni 1 götürdü başlanğıc qiyməti və özü də avtomatik olaraq burada görürsünüz ki, 1-1 artacaq. Increasing. OK dedik və gəlin faktorialı tapaq. Birinci faktorialı tapacağıq. Bu da bildiyimiz h bərabərdir. H vuraq i. Və h-ı i-yə vurduqdan sonra artıq biz cəmə keçid ala bilərik. Yəni P bərabərdir. P üstə gələk nə? Görürük ki, ilk öncə nədir? X üssü 1. Yəni biz də i-ni başlanğıc olaraq 1 götürdüyümüzə görə burada görürsünüz forun içərisində. O zaman elə belə yaza bilərik. X üstü i. Hətta gəlin bunu mötərizəyə alaq. Daha belə səliqəli formada aydın olsun hər kəsə. X üssü i-ni nəyə bölürük? Bölürük h-a. Və salam. Faktorialı tapacaq, böləcək buna. I-ni artırmırıq. Niyə? Çünki artıq burada forun içərisində özü onsuz da artır. Bu şəkildə gedəcək. Gələn dəfə i 2 olacaq. X-in kvadratını böləcək 2-nin faktorialına. Sonra 3 olacaq. 3-ün faktorialına və s. və axır. Burada da gəlirik. Nə edirik? Output və burada yazırıq P. Bu məsələnin həllində bu şəkildə yazdıq. Deməli, N, X, I, P və H. Səhv eləmirəmsə bu dəyişənləri yazmışdıq. Və eyni ilə bunu da int yox, real deyə seçsək daha düzgün nəticəni ala bilərik. Bu da 159-cu sual idi. 159 buraxdıq. 160 girişə verilən 10 ədəddən yalnız cütlərin kvadratlarının cəmini hesablayaq. Cütləri yoxlayacağıq. Deməli yenə də Ctrl N deyirik. Bizə 10 dənə ədəd, konkret 10 dənə ədəd deyirsə, bu zaman və cütlərin kvadratları cəmini gəlin belə bir şey deyək. Declare bizə lazım olacaq və s bərabərdir 0 götürək. Bir başlanğıc dəyər olaraq 0-ımız var. Bu şəkildə və 10 dənə ədəd daxil edəcəyik. Yenə də bunu burada yoxlaya bilərik. For-la yazdıq. I bərabərdir 1-dən 10-a qədər. Bu dövrün 10 dəfə işləməsi deməkdir də. Yəqin ki, bildiniz. Yəni dövr 10 dəfə işləyəcək və mən hər dəfə bir dənə ədəd daxil edəcəm. Bir dənə ədədi bura daxil elədim, input dedim. İndi nəyə yoxlayacağım? Burada yoxlayacağım ki, yalnız cütlərin kvadratları cəmini. Cütlərin kvadratları cəmini. Burada yoxlayacağım ki, if əgər həmin bu daxil etdiyim ədəd faiz 2 bərabərdirsə 0-a, deməli bu cütdür. Cütdürsə kvadratları cəmini tapsın. Yəni belə bir şey yazıram. S bərabərdir. S plus A vuraq A. Və salam. Burada yenə də i-ni artırmırıq, çünki i özü artır və s-i çapa veririk. Output s-i burada çapa verdik. Deməli, s-i-a istifadə elədik. S-i-a-nı istifadə elədik. 10 dənə ədəddən cütlərin kvadratları cəmini yazdıq.
Gəlin yoxlayaq istəyirsiniz bir dənə belə nümunə yazaq. Daha çoxunu tək götürək. 1, 3, 5, 7, 10, 9. Bunlar hələ ki təkdir. 4, 2 yazıram. Qalanları yenə tək davam edək. 9, 15, 21 və 20 verdi. 4-ün kvadratı 16, 2-nin kvadratı 4. 16 üstə 4, 20. Nəticəni düzgün olaraq gördük. Yəni yalnız cütlərin kvadratları cəmini tapmış olduq. 160-cı sual idi bu, yoldaşlar. 161-ci suala baxsaq, 10 natural ədəddən yalnız tək olan ədədləri tapan. 10 natural ədəddən yalnız tək olan ədədləri tapan və onların cəmini. Yenə indi burada elə eyni məsələdir. Sadəcə təklərlə bağlıdır və kvadratlar cəmi yox, sadəcə cəmi. Bunu kopyaladıq. Ctrl N deyək. Bizə lazımdır ki, 10 natural ədəddən yalnız tək olan ədədləri. Əks halda hissəsi təkdir, elə ya da bunu belə dəyişə bilərik. Bu bərabərdir 1 götürə bilərik, ya da gəlib bu şəkildə də yaza bilərik. Buna da öyrəşəsiz. Tək cüt deyilsə, deməli təkdir. Təkdirsə, tək olan ədədləri tapan və onların cəmini. Sadəcə cəmini istəyir hər halda. S plus A. Və salam. Yəni, əgər ədəd təkdirsə, cəmini tapacaq. Bu da bu sualın cavabı idi. 161-ci sual. 162-ci suala baxdığımız anda isə Eltaz informatika kitabı oxumağa qərar verdi. O hər gün əvvəlki gün oxuduğundan 10 səhifə çox oxuyur. İlk gün 5 səhifə oxuyur. Deməli, i5 olub. Növbət dəfə olub 15 və hər gün oxuduğundan 10 səhifə. Yəni, bu şəkildə arta-arta gedib. O zaman biz bunun başlanğıc qiymətini indi 5 verəriksə, yəni birinci gün 5 səhifə 5 oxuyub artıq 5-dən başladırıq. O zaman elə səhifə sayı 5 olub. Yəni birinci gündə bunu edib və eyni zamanda say da bərabərdir 1 olub. Say bərabərdir 1. Niyə say 1-dir? Çünki birinci gün artıq gedib. Həmin biz də burada şərti yazmalıyıq ki, şərtimizi necə versək daha yaxşı olar. Burada 750-dən kiçik bərabər olduğu şərtini verməyimiz lazım olacaq ki, bu düzgün işləmiş olsun yəni. O zaman gəlin bu kodu da başlayaq yazmağa. Harada yazaq? Burada yazaq. Yeni bir səhifə açdıq. İlk olaraq bizə lazımdır səhifə sayı. Output və bunun i-ni yazaq. I bərabərdir 5. 5-dən başladırıq. Səhifə sayımız S bərabərdir 5-dir. Və sayımız da nədir? Sayımız da 1-dir. Yəni, birinci gün artıq buradadır. Bəllidir. Bundan sonrakılar yazaq ki, while səhifə, yəni kiçikdir, bərabərdir 750, düzdür, olduğu müddətdə nə edirik? Və burada gəlib yazırıq ki, S bərabərdir. Səhifə bərabərdir. Səhifə üstə gələk. Daha doğrusu i bərabərdir. I plus 10. 10. Və bunu da gəlirik səhifənin üzərinə. Səhifə bərabərdir. Səhifə plus i. Və təbii ki, i-ni də özünü də artırırıq ki, daha doğrusu sayı da artırırıq ki, bu 1, yəni hesablasın da neçə gün gedir bu proses. Say plus 1. Bunları yazdıq və o zaman sayı artıq çapa verə bilərik. Output say. Bu şəkildə sayı yazırıq və eyni zamanda dəyişənləri də burada yazaq. Yazdıq nə? Burada yazırıq. S istifadə elədik, i istifadə elədik, say istifadə elədik və salam. Yoxlasaq 13-ü burada alırıq. Deməli, 13 gün burada gedir. Yəni, sayı o şəkildə tapdıq. Bu sualın da həlli bu şəkildə. Ümid edirəm, aydın oldu və biz DIM alqoritmlər bölməsindəki yazılı tələb olunan bütün sualların həllini yazmış olduq. Bundan sonra yəqin ki, Python-la bağlı yazılı tələb olunan sualların həllinə baxacağıq. Faydalıdırsa kanala abunə olmaqda davam edin. Videoları bəyənmək və paylaşmağı unutmayın. Görüşərik. Hələlik.